Bakıda yenidən tramvay xətirləri də fəaliyyətə başlayacaq. Köhnə Bakının yaddaşı olan tramvay yenidən gündəmdədir. Tramvay mövzusu aktuallığını itirmir. Bakı küçələrinə tramvay qayıdır. Bəli dostlar, son bir həftə ərzində biz Bakının inkişafından, Bakı haqqında xəbərlər oxuyanda ən danışılan mövzulardan biri budur. Yəni bu haqda danışmayan xəbər saytları qalmadı və eyni zamanda qeyd edim ki, bu kanalı çoxdan izləyənlər xatırlayır ki, mən bu mövzuda artıq bir geniş videoblog hazırlamışdım. 2024-cü ildə baş plan təzə təsdiq olanda mən və mənim qonaqlarım bu haqda danışdı. Tramvay hardan keçəcək, necə keçəcək, lazımdırmı, yoxsa yox? Və düşündüm ki, bu mövzuda daha bir çox uzun olmayan, lakin maraqlı bir yeni bir vlog hazırlayım sizin üçün və bu vlogda ilk dəfə olaraq mən bir neçə dəfə sizə artıq Bakı küçələrini süni zəka, yəni süni intellektin köməyi ilə sizə bir vizyon göstərəcəm. Yəni bu müxtəlif videolar sizə göstərəcəm. Düşünürəm ki, çox maraqlıdır. Onu da qeyd edeyim ki, bax bu yaxınlarda bir tədbir oldu. Bilirsiniz ki, dövlət proqramı 2025-ci, 2020-30-cu illəri əhatə edən nəqliyyat infrastrukturunun inkişafına dair dövlət proqramı qəbul olundu və bu proqramın icrası necə gedir? Mən buna dair press konferansda da iştirak elədim və artıq rəsmi qurumlar bizə təsdiq elədilər ki, bəli, artıq tramvay Bakıya qayıdacaq. Bu 100%-dir və növbəti 3 il ərzində artıq bunun planlaması, layihələndirməsi və təbii ki, icrası da baş tutacaq. İnşallah bu günləri görərik və dedim ki, o vaxta qədər gəlin biz həm yenə də bu mövzunu təkrarlayaq ki, bu tramvaylar nəyə görə lazımdır, bu bir və ikinci isə bunlar qayıtsa hansı təxmini olaraq dəyişiklik biz Bakıda görəcəyik. Nə üçün bu önəmlidir? Ona görə mütləq bax, videonun sonuna qədər izləyin. Məncə çox maraqlı bir format olacaq və paralel olaraq qeyd edelim ki, videonun sonunda mən ümumiyyətlə deyəcəm, mən bu süni zəka videoları necə hazırlayıram? Çünki tək YouTube-da deyil, məni Instagramda, Telegramda, digər sosial mediada izləyirsinizsə, mən artıq aktiv şəkildə süni zəkanın köməyi ilə müxtəlif küçələr transformasiyanı göstərməyə çalışıram. Təbii ki, qeyd edelim ki, vacib disclaimer, bu heç bir rəsmi layihələr deyil. Yəni bu süni zəkaya bir prompt verməklə mən bunları sizə göstərirəm. Təbii ki, rəsmi layihələr açıqlandan sonra mən qeyd edeyim, sosial mediada bu haqda danışacağam. Ona görə mütləq izləyin və bu kanalın inkişafına bir dəstək göstərmək istəyirsinizsə, istəyirsiniz ki, daha çox yeni vloglar, videolar gəlsin, mütləq bax bu bizim platformamızda community'miz var. Bax qoşulun və çalışacağım. Eksklüziv məlumatlar varsa mən bax bu öz Telegram qrupumuzda bu haqda sizinlə paylaşıram. Yaxın əl üçün biz başlayırıq. Və dostlar, xəbərlərdə və sosial mediada ən çox paylaşılan ərazi məhz budur. Mən buranı artıq Instagramda, sosial mediada AI vasitəsilə, süni zəka ilə bunu göstərmişdim ki, bax, burada bəs tramvay olsa necə gözəl olar və gəlin bir daha baxaq ki, bax, buradan tramvaylar hərəkət eləsə, bu meydan və bu ərazi necə gözəl olacaq. Ola bilsin ki, avtobus zolaqlarının əvəzinə burada tramvaylar hərəkət eləsin və avtomobillər üçün və velosipedçilər üçün yollar burada saxlanılsın. Hələ ki, bu məlumat yoxdur, hələ ki, layihələndirmə prosesi gedir. Amma bir daha göstərim ki, necə çox gözəl burada bir insan yönümlü və ictimai nəqliyyat yönümlü bir mühit yaratmaq olar. Bu meydan çox gözəl olar, çox əlçatan olar və layihə əsasən Mehdiyabadda minib, bax, burada tramvayla düşə biləcəksiniz. Bura Azadlıq prospektidir. Və yenə də xatırlayıram ki, 2024-cü ildə aparılan COP29 tədbirləri çərçivəsində Bakıda görülən ən yaxşı islahatlardan biri bax bu meydanın piyadalaşdırılmasıdır. Tam piyadalaşması deyil, yəni təbii ki, ictimai nəqliyyat burada hərəkət edir, burada velosiped zolaqları var, velosiped icarəsi var. Lakin yenə də hər ehtimala qarşı xatırlayıram ki, kim görməyibsə, 28 may küçəsi əvvəllər necə görsənirdi və indi necədir. Lakin burada inklüzivlik təmin olunmayıb. Burada yeni piyada keçidləri təşkil olunsa da, burada panduslar nəzərə alınmayıb. Hətta orada piyada keçidinin yeri dəyişdirilib, lakin orada da pandus məhz köhnə yerində qalıb. Bu biraz çaşqınlıq yaradır. Ona görə belə bir layihələrdə mütləq panduslarda öz əksini tapmalıdır. Və baxın dostlar, təsadüfən qabağıma əl arabasında hərəkət edən vətəndaş rastıma gəldi və fikir verin, baxaq görək, rahat şəkildə yolu keçə biləcəkmi, yoxsa yox. Təbii ki, indi buradan keçir, çünki o səki ilə hərəkət etsəydi, oradan pandusdan düşə bilməzdi. Ona görə, bax, məcburdur, məhz asfaltla yolun hərəkət hissəsilə yolu keçsin, çünki o tərəfdə panduslar nəzərdə tutulmuyor. Dostlar, baxın, misal üçün çox əyani bir misal. Yəqin ki, siz də belə hallara rast gəlmişsiniz. Bura Azadlıq prospekti, Dilarə küçələrin kəsişməsidir və burada səkinin vəziyyətinə baxın. Burada panduslar vaxtilə
inşa edilib, lakin sonradan hər hansı bir işlər görülüb, trubalar dəyişdirilib, kanalizasiya açılıb və səki bax belə baxımsız vəziyyətə düşüb. Fikir verin, şəhərin mərkəzində pandusun vəziyyəti bu halda olmamalıdır. Nə səki, nə pandus burada heç də əlçatan deyil. Yəni bu məsələlərdə mütləq öz həllini tapmalıdır. Azadlıq prospektinin bu hissəsi onun ən dar boğazlardan biridir. Cəmi 3 zolaqdır burada. Zolaqların birini veriblər avtobuslara ki, avtobuslar burada tıxacda qalmasın, düz eləyiblər bunu. Lakin bir çoxları fikirləşir ki, bax bu boyda dar küçədə, bu boyda dar Azadlıq prospektində siz tramvay üçün harda yer tapa biləcəksiniz? Cavabı çox sadədir. Əslində tramvay, mən bunu bir digər şəhərlərdə göstərmişim ki, tramvay avtobusa nisbətən küçədə daha az yer tutur. Yəni çünki onun belə deyim də reysləri avtobus zolaqlarından daha dar ola bilər və öz trayektoriya ilə hərəkət edir, daha manevrlidir və hətta tarixi küçələrdə də tramvay salmaq olur və burada ola bilsin ki, yenə dediyim kimi, ola bilsin ki, avtomobillər hərəkəti tam qadağan olunsun. Avtomobillər tutaq ki, bax oradan dönüb fırlansın. Ya da ki, alternativ variant, burada ola bilsin ki, bir tərəfli tramvay hərəkəti olacaq, yalnız bir xətt və oradan harasa fırlanıb paralel küçələr hərəkət eləyə biləcək. Bura isə Füzuli küçəsidir və burada artıq yol daha genişdir, küçə sahəsi, hərəkət hissəsi daha genişdir və burada avtobus zolağı təşkil olunub və düşünürəm ki, əgər burada tramvay qayıtsa, biz yaşıl xəttindən danışırıq. Ekranda gördüyünüz o yaşıl xəttdən, o buradan 28 moldan bura dönüb getməlidir Füzuli küçəsi istiqamətində, yəni bildiyimdə Mərkəzi Park istiqamətində və burada çox güman ki, avtobus zolağı o zaman ləğv olunacaq və bir çox mən sizə misallar ki, göstərmişəm, normal bir təcrübədir ki, tramvay buradan hərəkət eləsə avtobus zolağına ehtiyac yoxdur, çünki avtobuslar tramvay yolu ilə hərəkət edə bilərlər. Prinsip şey. Yaxud da ki, ümumiyyətlə avtobus hərəkəti burada nəzərdə tutulmayacaq, amma burada həm avtomobillər üçün, həm tramvaylar üçün düşünürəm ki, yer rahatlıqla tapmaq olacaq. Dediyim kimi, tramvay çox nisbətən avtobusa nisbətən daha az yer tutur küçədə və rahatlıqla bax burada ekranda gördüyünüz sxemdə tramvay hərəkətini təşkil etmək olacaq və təxmini olaraq bax bu cür görsənəcək. Və dostlar, fürsətdən istifadə edərək bir daha yeraltı piyada keçidləri haqqında danışmaq istəyirəm. Fikir verin, nizamlanan yol ayrıcısıdır. Burada Rəşid Beybutov və dediyimiz Füzuli küçələrinin kəsişməsidir. Burada baxmayaraq ki, svetoforla nizamlanan bir yol ayrıcıdır və burada yenə də yeraltı piyada keçidləri təşkil edirlər. Bunun məsəl üçün bir tərəfi eskalatorla işləyir, digər tərəfində işləmir. Görürsünüz, adam buradan məcburdur piyada qalxmağa və söhbət tək eskalatorlardan getmir. Ümumiyyətlə, biz inklüziv, insan yönlü şəhərlərdən danışırıqsa, mütləq belə piyada keçidləri, eyni səviyyəli piyada keçidlərlə əvəz olunmalıdır. Yəni, sadəcə bir baxın da, yəni burada, tutaq ki, siz bu səki ilə gəlirsinizsə və burada avtomobillər dayanırsa, bax, burada yeraltı piyada keçidinə nə ehtiyacı var? Ya da ki, bax, digər tərəfdə. Görürsünüz, avtomobillər orada dayanır, gözləyir, zaten bir tərəfli yoldur hətta. Yenə də burada sizə deyirlər ki, yeraltı piyada keçidindən istifadə edin. Və əyani şəkildə göstərirəm. Görürsünüz, eskalator aşağı işləyir, yuxarı işləmir. Bayaq da adamlar da buradan özünüz gördünüz ki, piyada hərəkət edirlər, yəni qalxa-qalxa, pillələrlə qalxa-qalxa. Təbii ki, əgər biz müasir, insan yönlü şəhərdən danışırıqsa, belə piyada keçidləri olmamalıdır. Bir dənə də əyani nümunə, yaşlı bir insandır, uşaqla yolu keçmək istəyir. Amma yeraltı piyada keçidinə düşmür, çünki inklüziv deyil, rahat deyil, eskalatorlar çox vaxt işləmir. İnsanlar hər zaman öz enerjisinə qənaət edəcəklər və burada da mütləq eyni səviyyəli piyada keçidi təşkil olunmalıdır. Yəni, burada piyadaları günahkar etmək lazım deyil, sadəcə yaxşı, əlçatan, eyni səviyyəli piyada keçidi təşkil etmək lazımdır. Və bir çox ölkələrdə də bu olub, yeraltı piyada keçidləri vaxtilə tikiblər, amma daha sonra anlayırlar ki, şəhər ilk növbədə piyada üçün rahat olmalıdır. Yolun bu hissəsində isə piyada keçidinin çıxışı ümumiyyətlə eskalator nəzərdə tutmur və burada mövcud olan pandus ümumiyyətlə yəni heç bir standartlara cavab vermir. Yəni özünüz də yəqin videodan başa düşürsünüz ki, burada rahat şəkildə nə uşaq arabası ilə, nə ər arabasında düşmək mümkün deyil. Ona görə bunun çıxış yolu eskalator lift qoymaq deyil, bunun çıxış yolu sadəcə eyni səviyyəli piyada keçidini təşkil edir. Dostlar, bura isə Səmədqulu küçəsidir və mən yenə də bu yaşıl sxemin trayektoriyasından gedirəm və orada da fikir verdim ki, deməli, mərkəzi parka çatmamış, bax, buradan tramvay buradan dönəcək və burada da hərəkət edəcək və fikir verin, nə dərəcədə geniş bir yoldur burada. Əminəm ki, vaxtilə burada səki daha geniş idi, sonra buradan genişləndirirlər ki, güya tıxac olmasın. Nəticədə burada 6 dənə hərəkət zolağıdır, 2 zolaq burada, 4 zolaq orada, səhvləməmsə və
Burada da rahatlıqla tramvay şəbəkəsini salmaq olar və orada yuxarı hissədə, orada indi mən getməyəcəm, amma çox güman ki, Səvinruq küçəsinin Təzə Bazar düşən hissəsinə getmişsinizsə, orada da çox dar səkilərdir. Düşünürəm ki, həm səkləri genişləndirmək olar, həm tramvayı salmaq olar. Bunun üçün bütün şərait burada var və yenə də gəlin baxaq görək, bura tramvay qayıtsa necə olacaq? Kim deyir ki, tramvay üçün yeri yoxdur? Bax, sadəcə bu küçənin misalına baxın. Görün necə genişdir. Dostlar, və mən burada yenə də urbanistikanın əsaslarına qayıtmaq istəyirəm ki, bir çoxları yenə deyə bilər ki, bəs tramvay olsa yenə də tıxac olacaq, avtomobil zolaqların sayı azalacaq. Bunun sadə bir prinsipi odur ki, küçənin buraxılış qabiliyyəti avtomobillərin sayı ilə deyil, insanların sayı ilə ölçülür. Yəni nə qədər küçə insan daşıya bilir və əgər burada rahat bir tramvay hərəkət edə bilsə, ən azı sürücülərin bir qismi belə artıq bu trayektoriyanı, yəni bu yolu ictimai nəqliyyatla gedə bilsələr, əgər rahat, insan yönümlü tramvay olsa, yəni əl çatan olsun, dediyimiz bütün bu prinsiplər, rahat minib düşmə falan, yəni dəfələrlə bu haqda danışmışam. Təbii ki, sürücünün bir qismi məhz ictimai nəqliyyata keçə biləcək və yolun yükü də azalacaq. Yəni bu bazadır da, yəni urbanistika haqqında istənilən kitabı siz açsaz oxusanız sizə deyəcək ki, məhz ilk növbədə küçənin buraxılış qabiliyyəti daha çox insanların daşıması üçün nəzərdə tutulmalıdır. Bunun başqa çıxış yolu yoxdur. Bu arada fikir verin, necə rahat bir pandus tapdım. Tam bariyersiz mühit, bütün zebra zolağı boyunca. Yəni belə şeyi hər yerdə təşkil eləmək olardı. Çətin bir şey deyil də. Yəni hətta o biz taksil plitələrlə təşkil olunmuş pandus deyil, tam olaraq bariyersiz şəkildə burada təşkil olunub və belə dipçetə qoyulub ki, maşınlar səkiyə çıxmasın. Yəni belə şeyləri kütləvi şəkildə hər yerdə təşkil etmək olar. Dostlar, və gəldik çıxdıq Dəniz Kənarı Milli Parka, bizim bulvara, Bakıların ən sevimli parklarının birinə və deməli yenə də biz tramvay sxemlərinə baxsaq, gələcək tramvay sxemlərinə, planlarına baxsaq, deməli bu ərazidən göy və narıncı tramvay xətləri keçməlidir. Bu ümumi bir göstərilib ki, təxmini bu ərazidən, yəni siz təxmini olaraq bulvarın əvvəlindən, Ağşəhərdən Bayıla qədər tramvay xətti olacaq burada və bir çoxları hələ də şəhərlərdə mübahisə edirlər, danışırlar, müzakirə edirlər ki, tramvay buradan keçəcək, yoxsa Neftçilər prospektindən. Və sadəcə mən bura baxıram, burada həqiqətən mi tramvay üçün yer var, yoxsa yox? Çünki burada yəni bizim sakinlərimizin, vətəndaşlarımızın ən sevimli yerlərdən biridir. Burada yaşıllıq, dənizə çıxış, velosiped zolaqları var, piyada axını var, istər yayda, istər qışda. Yəni bu çox cəlbedici bir məkandır. Burada küçə mebelləri var. Təbii ki, yəni hər şərait var burada. Lakin tutaq ki, burada tramvay hərəkət etsə, necə görsənəcək? Gəlin bunda süni zəka ilə sizə göstərim. Təxminən bax bu cür olacaq. Amma yenə də mənim fikrimcə tramvay xətləri məhz buradan deyil, buradan hərəkət etməlidir. Çünki zaten Neftçilər prospekti ən vacib arteriyalardan biridir. Burada avtobus zolağı var ki, burada tıxaclar olur və avtobuslar maneəsiz hərəkət etməlidir. Yəni bunun üçün burada şərait prinsipçə var. Yəni zolaqların bir ya ikisini vermək olar. Avtobus zolağı tutaq ləğv elədik. Verdiyi bunu tramvayla və ictimai nəqliyyata ümumi olaraq və iki zolağı burada prinsipçə tramvay vermək olar. Və bayaq danışdığım məsələ burada əgər bax bu vacib arteriyanın buraxılış qabiliyyəti insanlarda biz qaldırsaq, o qədər də burada böyük tıxaclar olmayacaq. Burada bir önəmli bir faktor var. Bilirsiniz ki, Bakıda yaxın illərdə Formula 1 keçiriləcək. Yəni zaten 10 ilə yaxında keçirilir və daha da uzadıldı. Və buradan Formula 1 keçəcəksə, tramvay buradan necə hərəkət edəcək? Yəni çox güman ki, bax bu faktor var. Ola bilsin ki, təbii ki, Formula ola bilsin ki, sonradan uzadılmasın, Formula 1 yarışı və artıq burada tramvay xətləri çəkilsin. Lakin siz şəhərlərdə mütləq yazın. Burada tramvay olsun, yoxsa burada. Və gəlin bir xəyal eləyək, tutaq ki, bax bu Neftçilər prospektində tramvay qayıtsa necə olacaq? Bax, təxmini bax bu cür. Dostlar, bura isə Azadlıq prospektidir, hansını ki, mən videonun əvvəlində sizə göstərmişdim. 28 maydan gəlir və mövcud, yəni planlaşdırılan tramvay sxeminə əsasən burada da iki xətt birləşəcək və çox güman ki, burada yaxın illərdə dəyişəcək və tramvay bax buradan gələcək və burada yeni dayanacaqlar olacaq, nizamlanan keçidlər olacaq, nizamlanan kəşfmələr olacaq və belə olsa, yaxın illərdə bu mənzərədə tarixə qovuşacaq, çünki burada tramvaylar hərəkət edə biləcək və dostlar, əgər fikir verdinizsə, mən
tramvayı, bax bu bütün illüstrasiyalarda, vizyonlarda yaşlı rəngdə eləyirəm. Soruşarsınız ki, niyə yaşlı rəng, əgər avtobuslar qırmızıdırsa? Yəni cavabı çox sadədir. Əslində rəsmi cavab bilmirəm, necə olacaq, hələ gərək bir tramvaylar gəlsin ki, biz bunu müzakirə eləyək. Amma əgər biz elektrobusları, yəni yaşıl nəqliyyatı yaşlı rəngdə eləyiriksə, çox güman ki, tramvaylar da elə bu qayda ilə rənglənəcək. Yəni qırmızı avtobuslar, elektrobuslar və tramvaylar məntiqlə yaşıl olmalıdır. Amma bir baxaq görək, yəni buna dair hər hansı bir planlar hələ ki açıqlanmır. O günü bir görək ki, hələ bunu müzakirə eləyək. Və dostlar, bu qədər kiçik bir gəzinti elədim. Sizə hələ ki internetdə yayılan, yəni rəsmi açıqlanan tramvay xətlərinin bəzi nöqtələrini sizə göstərdim və ən əsası bu vloqun məqsədi oldu ki, siz sadəcə bax bu süni zəkanın vasitəsilə bizə imkan yaradan, vizyon yaradan bir videolara, fotolara baxsanız, bilərsiniz ki, həqiqətən Bakı tramvaylar Bakıya necə yaraşır. Bax, yaxşı ki, AI belə deyim də, instrumentlərimiz, toollarımız var ki, mən artıq sizə bunu da aynı şəkildə göstərə biləcəm. Və videonun əvvəlində söz verdiyim kimi sizə qeyd edəcəm ki, hansı instrumentlərdən bu üçün istifadə eləmişəm. Deməli, ilk növbədə, əgər siz süni intellekt alətlərlə tanış deyilsinizsə, mənim məsləhət gördüyüm ən uğurlu servislərdən biri bu Syntax AI-dir. Mən keçidi qoyacağım şərhlər bölməsində, daha doğrusu təsvir bölməsində. Siz oradan qeydiyyatdan keçirsiniz, orada link var, siz o linkdən keçirsiniz və onun iki üsulu var. Ya sayt vasitəsilə bundan istifadə edə bilərsiniz və yaxud da ki, Telegram bot var. Telegram bot üzərindən istifadə edə bilərsiniz. Təcrid bir yardım keçsin. Və mən həmin platformada iki süni zəkadan daha çox istifadə edirəm. Şəkilləri yaratmaq üçün bu Nano Banana Pro-dur. Bu Google Gemini'nin bir ayrılmaz bir hissəsidir. Ayrıca olaraq da istifadə edə bilərsiniz. Bu platforma çərçivəsində də istifadə edirsiniz. Müəyyən tokenlər verilir sizə, ala bilirsiniz və onlardan istifadə edə bilirsiniz. Daha sonra bu şəkilləri canlandırmaq üçün artıq Kling AI-dan istifadə edirəm. Bunun fərqli yəni yanaşması ola bilər. Kimsə Google VO-dan istifadə edir, kimsə nə bilim Seedream olan bu instrumentlər, alətlər var. Yəni ümumiyyətlə süni zəka çox ciddi olaraq inkişaf eləyib və bəlkə də süni zəka olmasaydı biz bax bu cür yaxşı misalları, gələcək planları və istər səkilərdə veloz olanlar, mən bunu sosial mediada paylaşıram, o qədər aydın şəkildə sizə göstərə bilməyəcəm. Yaxşı ki, süni zəka dövründə yaşayırıq və belə bir alətlərimiz var. Həqiqətən süni zəka urbanistikaya öz töhfəsini verə bilib və siz də dediyimiz kimi bax bu keçiddən, qeydiyyatdan keçirsiniz və aylıq abunə alırsınız. Müxtəlif paketlər var. Orada səhvləmirəmsə 5-6 dollardan başlayır aylıq olaraq. Tokenlər verilir sizə və həmin tokenlər sayəsində siz onlardan istifadə edə bilirsiniz və promptlar verirsiniz. Tutaq ki, bax bu şəkli götür və burada müasir bir tramvay yerləşdir. Təbii ki, detalları yazmalısınız. Ola bilsin birinci dəfədən alınmasın, tramvay hansı rəngdə olsun, zolaqlar necə paylanılsın. Bunu hamısını ətraflı şəkildə yazmalısınız və nəticədə yaxşı bir şəkil alınır və sonra Kling AI ilə bunu canlandıra bilirsiniz. Bugünlük isə bu qədər dostlar. Əgər maraqlı oldusa mütləq like düyməsini basın və bu mövzularda növbəti vloqları buraxmamaq üçün mütləq kanala abunə olun. Çünki həm dövlət proqramı, həm də Bakının baş planı çox böyük bir məsələləri əhatə eləyir və düşünürəm ki, bu mövzuda onlarla yeni vloq çəkmək olar. Kanal inkişafına təbii ki, maddi dəstək də göstərə bilərsiniz. Bax, Patron platformasında ya da ki, Coffee platformasında ən kiçik iyanə belə göndərsəniz mənim üçün çox xoş olar və yeni imkanları, yeni başqa şəhərləri, başqa regionları, digər nəqliyyat xərclərimizi qarşılamaq üçün sizə töhfə verə bilərsiniz və mənə də bir təşəkkür bildirə bilərsiniz. Mən sizinlə növbəti video qədər sağollaşıram. Sağ olun dostlar, növbəti maraqlı vloqlarda görüşənədək. Hələlik.